Sürücülərin 90%-nin xəbəri olmadığı, amma büdcənizə qənaət edəcək 5 faydalı hiylə var. Mütləq yadda saxlayın. Birincisi, pultun batareyası tam ölsə belə, açarı sükanın böyründəki bu xüsusi işarəyə toxundurub düyməni bassanız, maşın heç bir problem yaratmadan xodlanacaq. İkincisi, Skorust rıçağı peydə ilişib qalsa, panikaya düşməyin. Skorustun dəri örtüyünü qaldırın, oradakı balaca sarı düyməni görün, açarın ucu ilə o düyməni basıb rıçağı rahatlıqla azad edə bilərsiniz. Üçüncüsü, qəfil tormuz imtina etsə və maşın saxlamasa, elektron ruçnoy, yəni əl tormoz düyməsini 5 saniyə basıb saxlayın. Maşın təcili tormozlama rejimini işə salıb dayanacaq. Dördüncüsü, ekran donation etsə, donsa və ya donub qalsa, power və menü düymələrini eyni vaxtda 5 saniyə sıxıb saxlayın. Sistem özünə perizagruska verəcək və ekran yenidən yağ kimi işləyəcək. Beşincisi, qapılar kilitlənib içərdə qalsanız, qorxmayın, arxa oturacaqları qatlayıb bagaja keçin. Bagajın qapağında balaca qapaq var, onu çıxarıb daxildəki dili çəkin. Bagaj açılacaq və rahatlıqla çölə çıxa biləcəksiniz.